Salam uşaqlar, necəsiz? İnşallah ki, yaxşı olarsınız. Bu gün artıq biz fransız dili qaydalarına başlayırıq. Təkcə fransız dili yox, həm də təkcə qaydalar, qrammatika qaydaları yox, həmçinin ingilis dili və Kore dilinə də aid həm qrammatika qaydaları, həm də danışıq videolar gələcək. Elə isə gəlin fransız dilinin ilk və əsas qaydasından başlayaq. İlk qaydamız budur ki, le genre et le article défini və burada olmayan bir də buradakı qısa bir mövzumuz var. Le article indéfini. Bunların tərcümələri budur ki, le genre cins deməkdir. Və le article défini müəyyən artikellar. Burada isə le article indéfini, yəni qeyri-müəyyən artikellar deməkdir. Elə isə gəlin le genre, yəni cins mövzusundan başlayaq. Fransız dilində bütün isimlər ya maskulin ya da feminin cinsdə olacaq. Maskulin o deməkdir ki, yəni kişi cinsi, feminin qadın cinsi deməkdir. Və article defini müəyyən artikellar deməkdir ki, biz artıq həmin bu isimdən əvvəlcədən danışmışıq və artıq danışdığımız şəxsin bu isimdən xəbəri var. Əgər varsa biz neçə dənə idi? 4 dənə, cəmi 4 dənə artikel işlətməliyik. İndi 4-ün də indi deyəcəm sizə. Maskulin, yəni kişi cinsinin müəyyən artikeli le, exemple, yəni nümunə, le livre. Le livre kitab deməkdir. Feminin, yəni qadın cinsində isə la table, masa deməkdir. Burada table qadın cinsindədir. Bunu hardan bilirik? Önündəki artikeldən. Əgər kişi cinsində, yəni bir sözdən əvvəl le artikel işlənibsə, o mütləq kişi cinsindədir. Amma la artikel işlənibsə, o qadın cinsindədir. Bəzən testlərdə biz çalışa bilərik. Məsələn, tutaq, bizə belə bir şey verir ki, le table. Digər, məsələn, tutaq düzgün variant seçin. Əgər variantlardan biri budursa, onda bu variantı mütləq çıxmalıyıq. Çünki nə olsun dediyim, əgər sözün önündə le artikeli varsa, o olur kişi cinsində. Xeyr. Table sözü qadın cinsindədirsə, onun da artıq le istifadə etmək olmaz. Mütləq biz bu eyni eləməliyik a, yəni olur la table. Fransız dilində bir də belə bir qarma-qarışıqlıq var ki, cinsləri müəyyən qayda yoxdur. Məsələn, aramızdan bəlkə də rus dili bilənləri var. Onlar bilər ki, qadın cinsi sözlər saatlə bitirlər, kişi cinsi sözlər isə samitlə bitirlər rus dilində. Yəni belə müəyyən bir qaydamız var da, amma fransız dilində elə bir qayda yoxdur. Hökmən söz öyrənəndə onun artikelini də bilmək vacibdir və ya artikeli yazmağa belə əriniriksə, biz o sözü yazıb qarşısından isə cinsini yazmalıyıq mütləq. Çünki feillərdir, daha sonra sifətlərdir. Onları biz həmin bu cinslərə görə ya maskulin ya da feminin cinsinə görə qoyuruq. Məsələn, bayaq verdiyimiz nümunəyə qaydaq. Məsələn, la table dedikdə, eləmi? Biz məsələn qırmızı masa desək, qırmızı fransız dilində rouge mənasına gəlir. La table rouge, qırmızı masa. İndi rouge deməyək də, başqa bir nümunə deyək. Məsələn, le livre. Daha doğrusu üzr istəyirəm, səhv yazdım. Le grand livre. Böyük kitab. Burada gördüyünüz kimi livre sözü kişi cinsində olduğuna görə mən sifəti kişi cinsində verirəm. Amma məsələn, le, daha doğrusu la grande table. Baxın, burada table sözü qadın cinsində olduğuna görə mən sifəti qadın cinsində verirəm. Bu mövzuya çox da belə, necə deyim, takmayaq kafaya, türklər demiş. Onu gələcəkdə, yəni irəli sifət mövzularında keçəcəyik. Hətta baxın, sonrakı mövzumuzda deyə bilərik. Burada göstərir, la cour de adjektiv. Sifətlər ismini uzlaşır, belə qayda keçəcəyik, yəni gələcəkdə. İndi qaydaq öz dərsimizə. Maskulin nə oldu? Kişi cinsi, feminin qadın cinsi. Əvvəlki videomda demişdim ki, fransız dili yazıldığı kimi oxuymayan bir dildir. Məsələn, biz bunu le yox, le şəklində oxuyuruq. Buna çox, amma çox diqqət etmək lazımdır. Çünki məsələn, bunu le şəklində oxusam, bu les mənasına gəlir və bu mütləq cəm simlərlə işlənir.
Baxın, qarşısına da yazdım. Məsələn, le stylo. Mən bunu le stylo şəklində oxusam, fransız, qarşımdakı fransız məni başa düşər ki, mən bir qələmlə söhbət açıram. Amma mənim nəzərimdə tutduğum cəm qələmlərdə axı, ona görə də gördüyünüz kimi bir hərf tələffüzünə görə məna tamamilə dəyişir. Yəni le livre, məsələn tutaq kitab, le livre olur kitablar. Gördüyünüz kimi. Fransız dilində də cəm şəkilçisi oxunmur da. Məsələn, le stylo, le stylo. Gördüyünüz kimi eyni də qalır. Ona görə də artikl mütləq vacibdir. Və bu sözdə gördüyünüz kimi la table dediyim, yəni sonda e hərfini oxumadım. O bir çox sözlərdir. Sonda əsasən si, yəni yazım. S, t və h hərfləri, bir də həmçinin e saiti. Bir də bəzən ola bilər r hərfi oxunmur. R hərfini gördüyünüz kimi r dedim. Çünki fransız dilində r səsi yoxdur. Məsələn, le livre yox, le livre. Bu incəlik üçündür. Aha, indi gələk el apostrofa. El, bir də apostrof cinsindən asılı olmayaraq saatlə və h hərfi ilə başlayan ismə gəlir. Məsələn, l'ami. Ami dost deməkdir. Lami də elə dostdur da. Yəni artikl Azərbaycan dilində olmadığı üçün biz onu tərcümə etmirik. Məsələn, bu həmçinin qadın cinsində ola bilər. Məsələn, burada ami kişi cinsindədir. Bir də belə ami var, amma sonunda e var. Bu e-ni oxumuram. Olur lami. Bu da qadın cinsindədir. Gördüyünüz kimi artikl dəyişmir. Bu saatlə və lal h hərfi ilə, lal h deyirlər buna. Fransızlar, yəni h hərfi ilə başlayan isimlərdə nə işlənir? El apostrof işlənir. El apostrof işlənən sözlərin də, yəni əgər elə bir söz öyrənirsə, onda cinsini öyrənmək mütləqdir. Gələk cəm isimlərlə işlənən müəyyən artiklımıza le. Gördüyünüz kimi axırında s-ni oxumadım və e-ni ö yox, e kimi oxudum. Le şəklində oxusam tək olur, le şəklində oxusam cəm olur. Və le artiklı həm qadın, həm də kişi isimlərlə işlənə bilər. Məsələn, le stylo kişi cinsindədir. Məsələn, mən bura bir dənə də artırım. Le table. Table. Bu da olur, nə? Qadın cinsində olmuş olur. İndi gələk le article indefini, yəni qeyri-müəyyənlik artikllarına. Burada vokabular yazmışam. Bu bayaqki dərsimizin lüğətidir. Amma hələ ki buna keçməmişdən qabaq le article indefini, yəni qeyri-müəyyənlik artiklları da bitirək. Daha sonra həmin bu iki dərsin lüğətini öyrənək. Bu ikinci dərsin lüğəti biraz uzundur, gördüyünüz kimi. Burada da hələ davamı var. Lakin bunun hamısını öyrənməyəcəyik. Bölərək öyrənsək daha yaxşı yadımızda qalmış olacaq. İndi le article indefini qeyri-müəyyən artiklları 3 dənədir. An, ün, bir də de. An, ün, de. An maskulin, yəni kişi cinsində. Ün feminin, yəni qadın cinsində. De isə həm qadın, həm kişi, amma cəm isimlərlə işlənir. Mən əvvəlki shorts videomda fransızca saymağı öyrətmişdim. Həmən o videonun açıqlamasını əgər baxmısınızsa, orada demişdim ki, an, yəni bir sayı cinsə görə dəyişən yeganə saydır. Və həmən o cinsləri də burada görürük. An, ün. Gördüyünüz kimi cinsə görə dəyişir. De, hətta cəm haldır. Bunların hamısı bir deməkdir. Lakin gördüyünüz kimi cinslərə görə fərqlənir də. Maskulin, feminin bir də cəm halda olur. İndi gəlin nümunələrə baxaq və nə vaxt işlənir le article indefini? Belə işlənir ki, biz həmən o əşya haqqında, yəni bu artikllarına aid olduğu əşya haqqında ilk dəfə danışırıq. Məsələn, mən qələmlə danışıram. Bu qələm yəni bu qələm haqqında ilk dəfə danışıram da. Amma əgər qələm haqqında danışdım, bitirdim, daha sonra isə qələmin tutaq rəngi, daha sonra necə yazdığı barədə danışanda artıq keçəcəm avtomatik nəyə? Le article defini, yəni müəyyən artikllara. Artıq qarşımdakı şəxs bilir axı mən qələmdən danışmışam. Ona görə də artıq avtomatik keçək nəyə? Müəyyən artikllarına. Amma ilk dəfə danışırıqsa indefini, yəni qeyri-müəyyən artikllardan danışmış olacaq. Gəlin nümunələr verək. Məsələn, an artiklına aid. Məsələn, tutaq verək. Artikl nümunələrdən. Məsələn, an
Kaye dəftər deməkdir. Daha sonra qadın cinsi, yəni ün baxaq. Ün tutaq chaise. Stul deməkdir. Oturacaq stul. Cəm hala aid verək. Məsələn, de livre. Bu da olur nə? Cəm halımız. Un cahier dəftər. Une chaise stul, oturacaq stul. Des livres kitablar. İndi nə maraqlı bir fakt verəcəm sizə ki, le article indefini, yəni qeyri-müəyyən artikellər barədə. Bu artikellər inkar cümlədə görmək mümkün deyil. Öncəliklə fransız dilinin inkar cümləsinə qısa bir baxaq. Onun üstə gələcəkdir, keçəcək indiki zaman, keçmiş zamanda və s. inşallah. Məsələn, bir dənə cümlə yazım nümunə. Bu cümlənin tərcüməsini deyəcəm. Daha doğrusu səhv yazdım, üzr sayın. J'ai un stylo. J'ai un stylo. J'ai un stylo nədir? Mənim bir qələmim var. J'ai mənim var. Un stylo bir qələmim. İndi bunu inkar cümlədə yazmaq istəsəm necə olacaq? İnkar cümlədə olacaq. Je n'ai pas de stylo. Mənim bir qələmim yoxdur. Gördüyünüz kimi burada un sözü keçdi nəyə? De artikelına. Amma je n'ai pas un stylo şəklində yazılan cümlə qətiyyən düzgün deyil. O olmalıdır. Je n'ai pas de stylo. Mənim bir qələmim yoxdur. Je, mən. N'ai pas yoxdur. De stylo, bir qələm. Belədir tərcüməsi, sözbəsöz. Je n'ai pas de stylo. Mənim bir qələmim yoxdur. Bu de artikeli həm qadın, həm kişi cinsi üçün də keçərlidir. Amma bir belə bir xüsusiyyəti var ki, de artikelinin əgər sözümüz saitlə başlayarsa bu olur de apostrof şəklində düşür. Məsələn, tu n'as pas d'amis. Sənin bir dostun yoxdur. Burada gördüyünüz kimi ami A saati ilə başladığı üçün biz D yox, D apostrof vermiş olduq. İndi gəlin baxaq vocabulaire, yəni lüğətimizə. Lüğətimizə baxsaq, burada həm tələffüzünü, həm tərcüməsini, həm də yazılışını görmüş oluruq. Gəlin başlayaq. Le garçon. Burada qarşısının yazılımına baxmayın, əslində garçon şəklində oxunur. Le garçon. Nə deməkdir? Oğlan. La fille. Qız, qız övladı. Gördüyünüz kimi garçon sözü kişi cinsində olduğu üçün biz buna le, amma fille sözü qadın cinsində olduğu üçün biz buna verdik la. Le livre kitab deməkdir. La pomme alma. L'école məktəb. Hərfi ilə başladığı üçün məktəb sözü biz buna le apostrof veririk. Lakin qarşısında F yazmışam. Bu F onun qadın cinsində olduğunu bildirir. Yadınıza salaq. Feminin nə demək idi? Qadın. F. Gördüyünüz kimi. İndi gəlin baxaq. İndi qeyri-müəyyən artikellərin lüğətinə. Bu mövzunun lüğəti biraz uzun olduğundan, belə çox olduğundan biz sadəcə bu hissəni öyrəndiksə bəsdir. Gəlin baxaq. Amma digər hissəni də istəyirsinizsə əgər, o hissənin də ayrıca bir videosu gələr. Gəlin indi baxaq qələm sözünə. Un stylo, qələm. Ev sözünə baxaq. Une maison. Oğlan dost sözünə baxaq. Un ami. Qız dost sözünə baxaq. Une ami. Une table, masa. Parler, danışmaq. Habiter, yaşamaq. Təhsil almaq, öyrənmək, étudier. Sevmək, aime. İşləmək, travailler. İndi gəlin bütün bu öyrəndiyimiz lüğəti yenidən təkrarlayaq. Le garçon. La fille. Le livre. La pomme.
l'école, un stylo, une maison, un ami, une amie, une table, parler, habiter, étudier, aimer, travailler. Və artıq bugünkü dərsimizin sonuna gəldik uşaqlar. Bu gün biz nə öyrəndik? Le genre, yəni isimlərin cinsi, le article, daha doğrusu le article défini, le article indéfini, yəni qeyri-müəyyən və müəyyən artikellər də öyrənmiş olduq. Həmçinin bu iki mövzunun, daha doğrusu ikinci mövzunun lüğətinin yarısını və birinci mövzunun lüğətinin hamısını öyrənmiş olduq. Bir sualınız qaldısa, xahiş edirəm şərhlərdə bildirin. Mən də sevə-sevə sizin sualınıza cavablayım. Belə işte bu videonun da artıq sonuna gəlmiş olduq. Kanala abunə olub videoya like atmağı unutmayın. Görüşənədək au revoir.